Verilişin baş sponsoru Bizim Süfrə. Somebody's watching me. Somebody's watching me. Somebody. Somebody's watching me. Sabahınız xeyir olsun ATV telekanalının sevimli doğma tamaşaçıları. Səhərlərin pozitiv mətbəx şousu Bizim Süfrə bugün də sizin qarşınıza gəlib, özdə necə gəlib, tam bir bayram əhval-ruhiyyəsində gəlmişik əziz tamaşaçılarımız. Həftə sonudur, həftə sonunuzu biraz da rəngarəng etmək üçün, əhvalınızı biraz da gözəl etmək üçün, bayramınıza biraz da bayram ab-havası qatmaq üçün biz gəlmişik, özdə çox dəyərli qonaqlarımızla sizin qarşınıza gəlmişik. Novruz bayramınız mübarək olsun. Başda şəhid ailələri olmaqla bütün xalqımızı ürəkdən təbrik edirəm. Birazdan qonaqlarımızdan da təbrikləri alacağıq. Sözü çox uzatmadan dəyərli qonaqlarımızı sizə təqdim etmək istəyirəm. Əziz tamaşaçılarımız, bugünkü səhərimizin, bugünkü bayramımızın dəyərli qonağı, illərin sevimli pedaqoqu, tərəqqi medallı pedaqoqu, sevimli muğam ifaçımız Aytən xanım, xoş gəlmisiniz. Çox sağ olun, xoş gününüzə gələk. Sabahınız xeyir olsun. Bütün televiziya tamaşaçılarımızı salamlayıram. Sizləri, dəyərli sənətkarımızı salamlayıram. Hələ də təqdim eləməmisiniz. Hələ təqdim etməmişik. Birazdan onu biraz da gözəl. Onu salamlayıram. Bütün hər kəsin bayramını təbrik eləyirəm. Bayram əhvallı günlər arzu edirəm. Həmişə bax belə gözəl günlərdə olar. Amin inşallah. Belə gözəl günlərimizdə sizin kimi dəyərli insanlar qonağımız olsun və illərin çox sevimli sənətkarıdır. Səsi, avazı, səhnə mədəniyyəti ilə sevilən Eldəniz Məmmədov qonağımızda xoş gəlmisiniz. Sabahınız xeyir olsun. Mən də salamlayıram bütün xalqımızı. Bayramlarımız mübarək olsun. Yaşasın bizim doğma, gözəl, böyük Azərbaycanımız və çox sevindim ki, bugün sizin verilişdəyik və mənim dəyərli sənətkar dostum, mənim inşallah indi bir ekskluziv bir məlumat olacaq. İnşallah bizim yeni işlərimiz olacaq Aytən xanımla. Aytən xanımı mən üzr istəyirəm, doğrudan da sənətin illərdir bəyənir, amma bir var ki, müəyyən müddətdə qulaq asıb, sonra deyəsən ki, bu daha xoşuma gəlmir, amma Aytən xanım həmişə səsi təravətli, zəngiləsi, şaqrat bir xanəndədir. Eşq olsun, çox şad oldum Aytən xanımla bir verilişdə olmağıma. Bizə də çox xoşdur ki, sizin kimi sənətkar əzizlərimiz, doğmalarımız var ki, bax, bizim bu bayram efirimizi daha da gözəl edirsiniz, daha da rəngarəng edirsiniz. İstəyirəm tamaşaçılarımıza deyim ki... Ən çox gözəlləşdirən də sənsən. Ay, çox sağ olun. Əziz tamaşaçılarımız, çaylarınızın şəkərini az edin. Çünki bugün bizim söhbətimiz, bizim musiqilərimiz şəkərdən də şirin olacaq və bizim ustamız buradadırsa, bizim ləzzətli yeməklərimiz də olacaq, təamlarımız da olacaq. Rauf usta, necəsiz? Çox sağ olun. Çox sağ olun, mən də yaxşıyam. Bayramlarını təbrik etmək istəyirsiniz tamaşaçılarımızın. Bayramımız mübarək. Neçə ildir bir bayrama çıxaq. Amin inşallah. Amin inşallah. Rauf ustamız danışmağı o qədər də sevmir, amma əl qabiliyyətini artıq hər kəsə belə göstərib. İstəyirəm ki, bugün də bizim gözəl qonaqlarımız onun əl dadını belə yoxlasınlar və sonda 10 ballıq sistemlə bizim ustanı qiymətləndirsinlər. Bunun üçün nə etməlisiniz? Qarşınızda qablar var. O qabların içində yemək adları var və yemək, yəni bəxtinizə düşən yeməyi də Rauf usta hazırlayacaq. Yaxın bir saat ərzində. Bəli. Burada iki dənə qab var axı. Hə, biri sizindir, biri Eldəniz bəyindir. O sizindir. Aha. Mən bəxtimə böyük qab düşündüm. Dəyişdirə bilərsiniz. Yəni birdən ağız dadınıza uyğun olmasa. Aha. Ananaslı toyuq salatı. Ananaslı toyuq salatı. Nə gözəl, nə maraqlı. Aytən xanım, çox axtarırsınız. Birini istəyirəm ki, dadlı bir şey. Narahat olmayın. Yəni hansını seçsəz bizim Rauf usta belə çox ləzzətli hazırlayacaq və bizim süfrə məhsulları varsa o yeməyə xüsusi bir dad qatacaq. Aytən xanım çox axtar. Aytən xanım, cığalçılıq eləyirsiniz. Əlvatdım göstər. Aha, gərək bəxtinə Aytən xanımın hansı yeməyi düşdü? Viçina salatı. Viçina salatı. Zəhmət olmasa. Hə? İstəyirsinizsə dəyişdirə bilərsiniz, yəni ağız dadınıza uyğun. Onu Aytən xanım yeyəcək, bunu mən yeyəcək. Bəli. Yarı yeyəcək. Porsiyalarımız bəli bizim çoxdur. Rauf usta maşallah elə qəşəng porsiyalı hazırlayır ki. Yenə çıxardacağıq. Yox, bəs kifayətdir. 2 dənə yemək kifayətdir. Rauf usta
bütün inqrediyentləri tapana qədər, hazırlayana qədər istəyirəm ki, səhərin bu çağında, bu bayram səhərində gözəl bir ifa ilə səhərimizi biraz da xoş edək. Aytən xanım buyursun, gəlsin. Cənnətdir öz vətənim, oxumaqdır həvəsim. Qoy gəlsinlər diyardan, ney səsim ki, tey səsim. Cənnətdir öz vətənim, oxumaqdır həvəsim. Qoy gəlsinlər diyardan, ney səsim ki, tey səsim. Yayılsın hər bir ələ, yurdumun qələbəsi. Yayılsın hər bir ələ, yurdumun qələbəsi. Çalışır telli sazda, ruhanidən dərməsi. Çalışır telli sazda, ruhanidən dərməsi. Olub dillər əzbəri, Nizaminin xəmsəsi. Səs salıbdır aləmə, Qarabağ şikəstəsi. Olub dillər əzbəri, Nizaminin xəmsəsi. Səs salıbdır ayana, Qarabağ şikəstəsi. Yayılsın hər bir elə, yurdumun qələbəsi. Yayılsın hər bir elə, yurdumun qələbəsi. Çalaq qara zurnada, ruhanidən dərməsi. Çalaq qara zurnada, ruhanidən dərməsi. Gece keçir könlüm səni, arzular nəğmə deyir ayına gözlü bulaqlar. Gece keçir könlüm səni, arzular nəğmə deyir ayına gözlü bulaqlar. Ürəyimdən nələr keçər o anda, xəyalımda canlanırsan gözəl yar. Ürəyimdən nələr keçər o anda, xəyalımda canlanırsan gözəl yar. Gündüzlər gecə aydın, gün aydın, sevgilin yanında sən olaydın. Gündüzlər gecə aydın, gün aydın, sevgilim yanımda sən olaydın. Təbiəti seyr eləyək qoşa biz, bahar kimi gül açardı eşqimiz. Təbiəti seyr eləyək qoşa biz, bahar kimi gül açardı eşqimiz. Gecə keçir könlüm səni, arzular nəğmə deyir ayına gözlü bulaqlar. Gecə keçir könlüm səni, arzular nəğmə deyir ayına gözlü bulaqlar. Gecə keçir könlüm səni, arzular nəğmə deyir ayına gözlü bulaqlar. Gecə keçir könlüm səni, arzular nəğmə deyir ayına gözlü bulaqlar. Gecə keçir könlüm səni, arzular nəğmə deyir ayına gözlü bulaqlar. Gecə keçir könlüm səni, arzular nəğmə deyir ayına gözlü bulaqlar. Bravo, təşəkkür edirik. Bütün tamaşaçılarımız bayram günlərində, xoş günlərində sizin kimi dəyərli sənətkarları efirlərdə görmək istəyirlər ki, könülləri xoş olsun, əhval-ruhiyyələri gözəl olsun. Mən əminəm ki, hal-hazırda bizi izləyən tamaşaçılarımız bizimlə birlikdə rəqs etdilər. Nə gözəl. Biz də çalışacağıq ki, tamaşaçılarımıza xoş övqət ötürə bilək. Ay, nə gözəl. Təşəkkür edirəm sizə. Deməli, bizim tamaşaçılarımız artıq verilişimizə bələddilər. Aha. Bu planşet ələ gəldisə, demək ki, suallar ortaya çıxır. Biz mətbəxi, show biznesi, sənəti qarışdırıb belə maraqlı suallar yazmışıq, hazırlamışıq. İstəyirəm ki, bu Rauf usta bu yeməkləri hazırlayana qədər mənim də sizə bir neçə sualım olacaq. Buyurun. Başlayaq. Mix suallar. Mix suallardır. Kimdən başlayaq?
Məndən başlayaq. Yəni Siz necə Aytən xanım ürəkli xanımdır. Başlayaq Aytən xanımdan. Aytən xanım, muğam oxuyan adamın səsi qədər mətbəxi də güclü olmalıdır. Siz mətbəxdə hansı yeməklə özünüzə güvənirsiniz? Mən mətbəxdə hər yeməklə özümə güvənirəm. Aha. Mənim mətbəxim çox güclüdür. Doğrudan. Valla, yəni mən bişirib düşmə, hətta mənim Instagram səhifəsində o story bölməsində biş-düş bölməsi var Bölməsi ki, var, bəli. bəli, orada mən bişirib düşürdüklərimi də qoyuram orada, yəni paylaşıram. Yəni çox vaxt sevirəm. sənət adamları mətbəxə girməyə vaxtları olmur. Amma nə gözəl ki, Aytən Yox, xanım, mən sevirəm bişirib vaxtda tapır, mətbəxə Tapıram, girir. əlbəttə. Nə gözəl, Bəli, çox mən gözəl. sevirəm. Eldəniz bəy, hər yeməyin bir musiqisi olsa əgər, Şur muğamı hansı xörəyə bənzəyər? Şur muğamı kababa. Kababa. Hə. Niyə? Antrikot. Aha. Niyə? Açıqlamasını da verin, maraqlı gəldi. Şur muğamı çox maraqlı bir muğamdır. Bəli. Çox deyim sizə səs tələb edən muğamdır. Qəlbə yatan muğamdır. Bəli, ona görə də onu hər adam risk eləyib, girişib, yəni oxuya bilmir, Oxuya bilmir, Şur bəli. muğamı. Cürət. Kabab da elə asan bişəsi bir yeməkdir. Məsəl üçün deyirlər ki, filan kəsin kababı. Bəli. Üst tuturuq orada məsəl üçün kabab. Kabab da asan bişirəsi deyil, yemək. bəli. Elə o şişə taxdın, o demək deyil ki, kabab asan. Yəni bu hardasa bənzədirəm kababa. Sizin necədir aranız kabab çəkməklə? Yaxşı. Mən yeməklər Aytən xanım demişəm, mənim də yaxşı əl qabiliyyətlərim var. Doğrudan, Ha, nə gözəl. Mən elə Bugünkü yemək bişirirəm ki, qonaqlarımız- hər qadın onu bişirə bilmir. Mən sizə deyim ki, nə maraqlı, bəli. yəni istedadlı insan hər tərəfli istedadlı olur. Bax buna inan. Mən elə bir yemək bişirirəm ki, heç bəlkə Aytən xanım bişirməyib o Məsəl yeməyi. üçün o hansı yeməkdir mənə Heç maraqlı. bəlkə siz də Yox, bişirməmisiniz. mən danışmayım. Mən ümumiyyətlə heç danışmayım. Deyim, Mən deyim, deyim. ərişdə bişirmisiniz? Ərişdə bişirməmişik, amma Ay, sağ ol. gəlin burada bişirək də bir gün. Mütləq bir gün sizi dəvət eləyəcəm. Doğrudan mən bir dəfə Rauf bəy ərişdə istirahət günü pişirmişəm. elan edərik. Yox, ərişdəni özüm belə kəsmişəm. Hamısını özüm kəsmişəm. Yaymağı. Yaymağın da özüm, xəmirin də özüm qatmışam. Xəmirin də özüm qatmışam. Özüm də Yox, mən bişirmişəm. ərişdə pişirməmişəm. O demək Vallahi. deyil ha. Yəni ərişdəni xəmirin yoğuraram, kəsərəm. Yarpaq dolması da bişirmişəm. Yarpaq dolması amma pişirib qadınların nə əziyyətlər çəkdiyini görmüşəm. Gördünüz. Bir düşmələdi, bir də yarpaq bir həftə bax bu çiyinlərim ağrıyır. Vallahi. Özə bizi necə bişirmişəm? Bişirmişəm. Dolmanı bir sıra bir düzmüşəm, sırasını, bəli, bəli. sıra düzmüşəm. Birdən yadıma düşür ki, ətə duz vurmamışam. Sonra ikinci sıra Hə, duzlu. ikinci sıranı artıq əti duzlayıb bükmüşəm. O da yaxşı alınıb. Yaxşı. Maraq, tez-tez mətbəxə keçirsiniz ümumiyyətlə? Olur, arada keçir. Könlünüzə belə təb gələndə keçirsiniz. Bəli, keçir. Allah, nə gözəl, çox maraqlı açıqlamaydı. Aytən xanım, əgər bütün sənət dostlarınızla bir süfrəyə əyləşsəz, kim daha çox yemək yeyər, kim isə çoxlu qeybət eləyər? Kim daha çox yemək yeyər? Vallahi yeməklərinə baxmamışam ki, kim çox yeyir, kim az yeyir. Onu bilmirəm axı. Bəs çox danışan kim ola bilər? Çox danışanlardan da mən uzağam. Ona görə onu da bilmirəm. Əla cavab verir. Çox danışanlardan uzaqdır. Eldəniz bəy, bayram süfrəsində ən şirin nemət paxlavadır. Bəs səhnədə ən şirin an hansıdır? İlk alqış, yoxsa tamaşaçı ilə bir yerdə mahnı oxumaq? Təbii ki, sənətçinin, sənətkarın səhnəyə çıxanda ona o puldan önəmli bir nömrəli alqışdır. Tamaşaçı Tamaşaçının ona dəyərini. Təbii ki, alqışı da gərək qazanasan da, alqışı ala biləsən tamaşaçıdan. Ondan xoşbəxt bir an yoxdur. Doğrudan da. Amma o xoşbəxt o kəsdir ki, həm də onun mahnıları da əzbərdir. Mahnıları da, yəni əzbər oxuyur tamaşaçı. Bəli, orası elədir, amma ündə olan alqışdır. Alqışı gərək qazanasan, yaxşı oxuyasan ki, alqış ala biləsən. Həmişədəki alqışlarınız. Mən inanıram ki, Aytən xanım da, hardasa mən də biz oxuyanda biz alqışları qazana bilirik. Bəli, sevə-sevə dinləyirik, sevə-sevə də alqışlayırıq sizi. Təşəkkürlər. Var olasınız. Aytən xanım, Novruz süfrəsində plov qazanın başında ən məsuliyyətli adam dayanır da. Yəni plovu bişirən adam ən məsuliyyətli adamdır. Bəs bu sənət mətbəxində sizcə qazanın başında kim dayanmalıdır? Əlbəttə ki, sənəti bilən adamlar, peşəkarlar dayanmalıdır.
bir mənalı olaraq. Bəli, məsəl üçün kim olardı ki, o plovun, yəni dəminə baxan, yəni o türklər demiş kıvamında olan o Nə bilim, mənim buradan ustadımı salamlayıram, dəyərli sənətkarımız. Mən Mənsum müəllimi salamlayıram. Artıq ikinci verilişdə ki, Mənsum müəllimin adı çəkilir. Hə. Onun bayramını təbrik edirəm. Və mənə görə mənim ustadımdır, yəni Bizə mənim təbrik başımın edirik. tacıdır. Var Mənə olsun. görə təbii ki, Mənsum müəllim. Həmişə süfrəmizin başında olsun. Həmişə Əlbəttə. belə Başımızın kürsüdə üstündən əyləşsin. əksik olmasın Amin Mənsum inşallah. müəllim. Amin. Eldəniz bəy, əgər bir gün evdə sizə desələr ki, bu gün qabları sən yuyursan, vəziyyətdən hansı muğam üstündə giləy-güzar edərdiniz? Qab yumaq, qab indi maşın yuyur onsuz da. Onu Qab- bildik də. Hə. Yəni o vəziyyətdən necə çıxardınız ki, Yox, elə hirslənərəm, heyrat oxuyaram ki, əsəbləşərəm də, əsəbləşərəm. hirslənib xeyrat oxuyar. Eləsəm özüm nəsə eləyərəm, amma mənə kimsə deyə bilməz. Bu kədərli olmadı axı. Hə. Bu davakar oldu. Adı davakardır, nə kədərli. Mənə risk edib deyə bilməzlər axı qabını. Hə. Yaxşı, bəs o deyir sizi ərişdə bişirirsiniz. Yəni ürəyinizdən, təbii Bəli, bəli. könlünüzdən keçəndə dolma. Hansı məsəl üçün mahnını zümzümə edirsiniz? Yəni onu bükərkənmi deyim, ərişdəni kəsərkənmi deyim? Belə. Hə, bu Yadda qalmaz axı o. ürəyimdən keçən musiqilər çox olur. İş görə oxumaq olur. İndi həmin vaxtı beynimə nə Amma gəlirsə. əsəbləşəndə heyratı ilə Hə, cavabını verir. əsəbləşəndə heyrat oxuyuram. Əla. Aytən xanım, bu sənət mətbəxində ən tez xarab olan nədir? Ən tez xarab olan? Nə maraqlı sualdır. Ən tez xarab olan, ən tez vaxtı keçən, belə deyim. Yersiz, vaxtsız baş gicəllənmələr. Düz deyirəm. Düz. Təzə gələn ifaçılar da Bayağılıq. tez olur, düzdür? Bayağılıq, nə bilim, baş gicəllənmələr. Misal necə idi bir də deyin? Ən tez bu mətbəxdə nə xarab olur? Hə, yəni bax təsəvvür eləyin ki, yeni gəlmisən, yenisən. Bəli. Və birazca yeni gəldiyin addımların elə təzə pöhrələnmək istəyir ki, çiçək açmaq istəyirsən ki, baş getdi. Baş gicəlləndi, qaldın elə orada. Şöhrət. Xarab oldun. Hə, xarab oldu, o mənada xarab oldu ki, Sən yeməyin altı yandı. yox, bilirsiniz necədir? Sən inkişafdan qaldın o mənada. Məsələn, onlar çox bu sənətdə bu şeylər çox önəmlidir. Yəni bunlara çox diqqət eləmək lazımdır. Mənim şəxsən heç vaxt başım gicəllənməyib. Sizin də başınız gicəllənmir. Amma ən çox müşahidə edirsiniz də maşallah tələbələriniz çoxdur. Siz dərs deyirsiniz, yetirmələriniz də var. Fikir verirsiniz də yəqin ki, kim tez verirəm. belə tanınmaq istəyir, baş Hamı gicəl. tanınmaq istəyir. Bir mənalı olaraq hər kəs tanınmaq istəyir. Amma mən tələbələrimə bir şey öyrədirəm ki, Eldəniz müəllimi gördünüz, o sizi tanımır. Bəli. O sizi tanımaya bilər. Gedin onun yanına, görüşün. Mən də xanəndəyəm və yaxud da Aytən müəllimənin tələbəsiyəm. Yəni siz öz sayğınızı sənətkara göstərin. Bəli. Amma bəzən indi Eldəniz müəllim də təsdiqləyər ki, gənclərimiz biraz bu barədə biraz diqqətdən yayındırırlar bu şeyləri. Bunlar olmasa daha gözəl olar da. Amma mən fikir vermişəm. Xarab olmaz da dediyiniz kimi, Bəli, mətbəxdə xarab xarab olduğu kimi belə xarab olmazlar. Bu yaxınlarda üzr istəyirəm, bu yaxınlarda bir musiqi paylaşmışdım TikTokda. Elə olmuşdu ki, orada oxudular, biraz zil yerdən idi, zil idi. Oradan mən də oxumuşdum, paylaşmışdım onu. Pis salınmamışdı. Təbii ki, biz bilirik nə pisdir, nə yaxşıdır, onu biz anlaya bilirik. Orada bizim dostumuz var, xanəndə, onun tələbəsi bir qızdır. Balaca bir qızdır, girdim səhifəsinə baxdım, yazdı ki, nə bilim, görürəm ki, nəsə neqativ bir şey yazıb da, özü də xanəndə uşaqdır. Onun altına yazdım ki, qızım, sən hələ gəncsən, sən get ustadından soruş biz necə oxuyuruq. Sən hələ get öyrən hələ. Sonradan qız ümumiyyətlə sildi, kommenti sildi. Deyirəm, indi elə baş gicəllənmələr olur. Mən onları demək istəyirəm də, yəni ki, olmaz da sənətkarlara həmişə özündən böyüklərə hörmətlə yanaşmaq lazımdır. Biz yanaşmışıq ki, ona görə baxın, illərdir bu yola addımlaya gəlib bu yerə çıxa bilmişik. Bəli, yəni gəlmək istəyirsənsə bu yolu hörmətli şəkildə, hörmətli olmaq istəyirsənsə, hörmət qoymalısan. Ümumiyyətlə sizə çox fikir vermişəm. Tələbələrinizi ki, nə vaxt ki efirə çıxardırsınız, adi mənim keçmiş verilişimdə də siz onun qızların dırnağından tutmuş, saçından tutmuş, hətta dodağındakı pamadasına qədər diqqət edirsiniz ki, çox olmaz. Hər şey qədərində olmalıdır, çərçivəsində olmalıdır. Mən özümdən elə görür bax, özü də mən elə özümdən misal göstərirəm ki, baxın bu gün tələbə olsalar belə deyirəm, siz tələbədə olsanız, baxın da müəllimənizin əllərinə baxın.
Bu boyda dırnaqlar, Bəli. bu vizual olaraq gözəl görsənmir. Belə indi müasir söz var. Bax, cool görüntü deyil də, Bəli. cool deyil bu. Bu Bəli, müasir bəli. deyil. Gözəl görsənmir. Yəni ona görə istəmirəm ki, onlar da o cür cəlbedici görünməsinlər də. Yəni Müəllimələrinə elə oxşayarlar. Hə, deyirəm gözəl olun, həmişə gözəl olun, baxımlı olun. Amma aşırı Qədərində dərəcədə olsun hər cəlbedici şey. olmayın da. Bax, Bəli. mən onu həmişə Hər şey aşırıyam. ümumiyyətlə həmişə qədərində gözəl olur. Bəli, mən onu demək istəyirəm. Bəli. Deməli, bu sənətdə elə bir süfrə olub ki, demirsiniz ki, filan kəs gəlirsə, mən gəlmirəm. Olub. O hansı süfrələr olur? Biz o sırf orada sənət adamları olmuyor. Bu başqa elə bir dostlarım da olub ki, məsəl üçün bir məclisə getmişdim. Elə bir ki, mənim qanarlarımı kəsdilər, vermədilər. Məclis restoran açılışı idi. Aha, bəli. Onun digər restoranı var idi, həmən o insanın. Orada həmişə də otururduq biz orada. Bura açılmamışdan. Sonradan o mənim qanarlarımı kəsəndən sonra o bütün dostlarımız onun yerinə getdilər. Mən getmədim ora. Heç vaxt Bu getmədim. özünüzə sayğıdan irəli gəlir. Bəli, Mən bəli. istəmirəm. Getmədim ora ki, sən mənim haqqımı yemisən. Bəli. Mənim haqqımı yemisən, bəs mənim orada işim yoxdur. Plus da Bəli. onu necə verdi? Gətirib orada şey eləyir, Aa. pulu basır cibimə. Nəmər kimi. Güya cəmaət da elə bilir ki, bu buna 1000 manat pul verdi bastı cibinə. 1000 manat. Sən bunu vermirsən, mənə borcumu qaytarırsan. Göstəriş üçün gətirir qoyur, Hə, amma ki, əslində o görsünlər sizin ki, haqqınız filan deyil. kəs bu qədər gör, nə qədər pul xərclədi buna. Amma o əslində onu bilmir axı, o cəmaət bilmir. Əslində sən oradan qalan Hər kəs öz borcumu insanlığını verirsən. göstərir də, Vallahi. yəni. Hə? Yəni öz insanlığını göstərib də ki, yəni əslində onlar Əslində pis olan da elə bir dostumuzdur, yaxındır, amma nə qədər dostumuz olsa da mən ora onun o digər yeri var, ora bir müddət Və getmədim. bəzən Eldəniz demək lazımdır da. Bəzən insanlar Dedim, hiss eləmir. üzünə dedim ki, lazımdır sən mənim haqqımı yedin. Haqqım mənim yemək olmaz. Niyə də? Yəni mən Hə. əziyyət çəkirəm. Mən bu Yox, qədər məclisdir, bəli, sən bəli, restoran açılışı çox xanəndələr, qonaq çağırıb, hamısına da ödəyib. bəli. İndi mən dost-dosta xeyir Hayır, sağ ol. verər. İndi dostum deyim mənim pulumu kəsməlisən. Yox, dost-dosta xeyir Dost verər. dostu dolandırar Dost-dosta da. xeyir verər. Doğrudan. əlbəttə. Mən gəlib sən illərlə də sən restoran işlətsən, gəlib burada oturmuşuq, yemişik, içmişik, sən Ödənişini ödəmişik də. eləmişik, bəli. Bu da mənim də işim, mənim biznesim budur da. Bəli, düzdür. bəli, düz deyirsiniz. Tamamilə razıyam sizinlə. Aydən xanım, heç olub ki, bir həmkarınız üzünüzə gülüb, amma arxadan başqa resept yazıb. Başqa resept yazana mən də elə gözəl resept yazmışam ki, o elə resept yaza bilməz. Doğrudan. O ancaq gözəl resept yaza bilər və gedib həmin adama deyiblər ki, Aytən xanım sənin haqqında sən pis resept yazmışdın, deyək ki, Aytən xanım sənin haqqında qəşəng resept yazıb. İnqridiyentləri dəyişir Aytən xanım. Hə. Məsəl üçün ora acılar qatmışdısa, mən şirinləri qatıb xəbər yolladım ona ki, mən sənin haqqında bu fikirdəyəm. Sonra gördüm ki, həmin adam mənə, yəni peşmandır da o elə danışdığından. Gəlib mənə deyən adama məsəl üçün də olub elə bir hadisə, həmin adama xəbər yollamışam ki, o elə qız deyil. O sən səhv başa düşmüsən. Elə söz danışa bilməz. Get resepti dəyiş gətir. Hə, o da ona gedib deyib ki, bəs sən belə də. Sonra o qız illərdir ki, mən ona demədim, sən niyə belə demisən və yaxud da niyə belə danışmısan? Allah hər kəsin ürəyinə görə versin. Ürəyinizi Mənim elə şeylərə vaxtım yoxdur ki, mən kimlənsə münasibət aydınlaşdırım. Nə bilim ki, amma niyə həyat belə çox eləmirsən? biraz etibarsızdır. İnsanlar vəfasızdır, etibarsızdır. Təəssüflər Olur, olsun. çox Çox təəssüflər olsun ki, vəfasızdılar. Hansı həmkarınızı bişirib sənətdən uzaqlaşdırardınız? Ad çəkim mən. Biz Yox, ad çəkməyin. qalmaqalsız bir insanlarıq biz. Zaten Denən səhər Aytən. verilişidir. Səhər verilişidir. Mən bu Zaten biz dəmdə zarafatyalı Çox var, sualları çoxdur elə ifaçılar çoxdur. Elə ifaçılar çoxdur. İndi Bəli. digər kanalda dediyim o sözü ki, artıq qabaq soruşurduq kimdən çıxır, kimdir? Baxırdın ki, sənə uyğun adamlar deyildi. Ona görə də elə hamı da deyir ki, niyə gec çıxırdı efirlərə. Artıq indi elə ələnib ki, İndi ələnib, hələ ki ələnib, hələ yenə də görürük. düzəriflər biraz. Ne geçen sər. İndi amma soruşmuruq kimdir, qonaq kimdir. Bilirik ki, bizə bab insan, bizə uyğun insanlardır yəni. İndi ələnənlər ələnir yavaş-yavaş. Ələnənlər ələnir də oradan da yaxşılar qalır. Yox, mən istəmirəm əslində onlar ələnsin.
Vallahi billahi. Bəli. Bu müəyyən özlərinə çəki düzən verməlidirlər. öyrənsinlər. Danışıqlarına, Oxumaqlar. musiqilərinə. Bəlkə də bu müddət Üç onlar üçün mus- bu öyrənmə dönəmi olacaq. Üç musiqi belə oxuyanda bir dənəsində yaxşı musiqilərimiz var da, onlardan oxuyun. Əlbəttə, tamamilə razıyam. Yəni bunu mən həmişə deyirəm onlara. İnansı verilişdə də demişəm, verilişdən sonra bir neçə aydan sonra filan oxuyan gedib yaxşı bir əsər yazdırıb. Bax həmin ifaçılardan. Bəlkə də bu müddət onlar üçün bir dərs olar. Sınaq bir- olar. Bəli, sınaq Oxuyun olar da, ki, o qədər oradan da gözəl yaxşı bəstəkarların musiqiləri var, o qədər yaxşı. İndiki bizim məsəl üçün Faiq Sücəddinov, Aygün Səmədzadə, nə bilim o qədər məsəl üçün deyib o Kazımcanın yaxşı musiqiləri Çox var. yaxşı mahnılar, Yaxşı bəli, musiqiləri var. Bəli, elə musiqilərdən oxuyun da. Bu yəni bu özbək ritmi, fars ritmi bizi çox bərbaddır. Bu boyda Azərbaycan musiqisi var. Nədən? Bəli, ola öz belə musiqilərimiz. əlavə qatdılar Mən bu elə. dəqiqənin özündə məsəl üçün bir elə Aytən xanıma deyirəm ki, bir mahnı oxuyacağam, onu çox sevir cəmaət. Deyirəm məsələn Dağlar mahnısı, mən Dağlar mahnısı ilə çox tanındım. Bəli. Qoca Dağlar Bəhram Nəsibovun mahnısı. Onu yeni aranjmanda mən elətdirdim, tutdu o. Bəli, Oxudu. bəli, Yəni sevildi də bu o. dəqiqənin özündə də hara gedirsən məsəl üçün deyirlər ki, TikTokda gündə bəlkə 100 nəfər mənə taq edir, onu gəlir, hər gün gəlir. Hamı məsəl üçün dağlara gedir, hara gedir, onu mahnını paylaşırlar. Bəli, Yəni bağ köhnə mövsümü də, mahnılarımız dağ mövsümü də gəlir, o Bəli, musiqilər köhnə bəli. mahnılarımız, köhnə bəstəkarlarımızın Bəli. mahnılarını da yeni aranjmanda elə gözəl sevdirmək olar insanlara. Yeni nəfəs verən o Bəli, qədər yeni gözəl, nəfəs olur. Vallahi, oxuyurlar, onlar təqdim edirlər. Rauf usta qəşəng yeməkləri hazırlayır, salatlar hazırlanır. Görürəm buradan. Bizim süfrə məhsullarından da qatqılar olub. Birazdan yaxınlaşacağam, soruşacağam hansılar əlavə olunur, hansı çeşidlər əlavə olunub və suallarımız davam edir. Paxlavanın qatı kimi bu sənətdə də qatları olanlar çoxdur. Hansı həmkarınızın qatlarının altında sənətdən çox gizli intriqa şərbəti yatır? Çoxsunda intriqa şərbəti yadır. Yenə deyirəm, mənim o qədər işim var, o qədər işim var ki, inan ki, bir dənə intriqaya, heç valla mənə söz deyənə qayıdım, söz deməyə vaxtım yox. Biz bir mahnı seçə bilmirik bu duetimiz O üçün. Bu vaxtı yox Aytən xanımın. Bilmirəm nədəndir bizim verilişə gələnlər elə duet oxumaq istəyir. Biz elə qonaqlar çağırırıq. Yəni ki, prodüserlərimizə də təşəkkür edirəm. Həmişə deyirəm ki, elə qonaqlar olsun ki, bir-birlərinin aralarında belə deyib gülə də bilsinlər, Həqiqətən. çəkinməsinlər, özlərinə belə yaxın adamlar olsunlar. Deməli, Rəqsana, bu Eldəniz müəllim elə bir sənətkardır ki, mən onun səsini o qədər sevirəm ki. Özü də səhv mən dedim ki, gəl duet oxuyaq. Bəli. Mən təklif Təklif elədim. sizdən gəldi. Təklif məndən Mən gəlib, də çox amma sevindim. Nə vaxt gəlib bu Vallahi. təklif? hardasa Biraz bir olar. ay yoxdur. Bir ay olmaz. Bir ay yoxdur. İnşallah mahnını Sadəcə gözləyirik. olaraq bu aralar o qədər doğrudan da mənim də işlərim çoxdur. Bax təsəvvür edin ki, bir gün ərzində çoxdur da Bəli. iş yerlərim, çox Həm konservatoriyada tələbələriniz, dərs deyirəm, bəli. operada çalışıram. Maşallah. Fərdi tələbələrim var. Biraz onlarla bağlı çatdıra bilmirəm, amma Sümətdə istəyirsən. hə, bəli, hamısını deyirəm. Maşallah. Maşallah. Çox olur da hamısını sadalayanda. Ona görə biraz çətindir, amma yəni İnşallah Eldəniz Məmmədovun elə gözəl səsi var ki. Mahnı seçimi əsas olub yoxsa hələ mahnı Eləyəcəyik seçimi inşallah. Seçəcəyik. Bu inşallah. Eldəniz Yeni Məmmədov. mahnı- Flash olacaq o, doğrudan. İnşallah. Yeni mahnı çıxan kimi sizdən Həm də bizim səsimiz də uyğun gəlir. Uyğun gəlir, bəli, Bizim səsimiz bəli. də çox qonaq uyğun sizi gəlir. gözləyəcəyik ki, mütləq İnşallah. şəkildə Çox bizim sevirəm efimizdə sizin də səsinizi. o Mən də, Vallahi, mən də, vallahi. vallahi. Aytən xanım. Aha, sonda hər ikinizə bir sualım olacaq Novruzla bağlı və sonra yumurta toqquşduracağıq. İstəyirəm ki, sualımı sizə səsləndirim. Əgər həmkarlarınızı Novruz şirniyyatlarına bənzətsək, kim qat-qat paxlava, kim naxışlı şəkərbura, kimsə yağlı qoğal olardı? Novruz sualıdır. Hamısı qəşəngdir də, yəni ki, hamısı qəşəngdirlər, Hamısı yox? yəni indi həmkarlarınızdan, necə deyim, dostlarınızdan, bu təbii ki, bu cəmiyyədən kimlər olardı? Birini deyəsiniz, o birisi yaddan Mənim düşəcək. üçün onun bütün hamısının şirini, şəkəri, şərbəti hamısı Arzudur, Arzu Əliyeva. Ay, nə Respublikamızın gözəl, əməkdar verilişimizdə artisti. qonağıdır, Bəli, salamlayırıq. bəli. Hər kəs bilir ki, biz 25 ildən artıqdır ki, dostluq eləyirik. Mən Maşallah. elə hamısını Arzu ilə birləşdirirəm. Şəkərbura, Hamısı, qoğal, hamısı. paxlava Arzu Əliyeva. Bəs sizin üçün? Mənim də illərlə bu sənətdə dostum var, Zemfira İbrahimova. Ay, nə gözəl. Mən də salamlayırıq. Zemfiraya bənzədirəm onları. Bütün bu şirniyyatları Zemfira xanımı bəzlətdiniz. Tək həmişə ağızlarınız belə şirin olsun. Həmişə bayramlarda, gözəl günlərdə görüşək sizlə və efirlərimizi sizin kimi dəyərlilər bəzəsin. Və Novruzumuzun adət-ənənəsi var. Maşallah. İndi mən cıhalıq eləməyəcəm, baxın.
Heç arası O- qırıq, sökük, heç arası yəni təptəzə. Onun çoxdur yumurta ver, bir seçək də görüm hansı bərkdir, hansı boşdur. Seçmək istəyirsiniz. Aha. İstəyirsinizsə yaxınlaşıb seçə bilərsiniz. Mənim başım çıxmır axı. Mən də bilmirəm, yəni. Yox, mən... Buyurun. Biraz insaflı davran, xahiş eləyirəm. Mənə də Aha, bəlkə bu bir olar. metodu var artıq. Hmm. Dişinə vurur, yoxlayır. Zəhmət olmasa onu da götür. Bu və kətdə bununla böyümüşük biz. Nə gözəl, nə maraqlı. Hmm. Dişə vurursunuz və bilirsiniz ki, bərkdir yoxsa yox. Görürsüz də Aytən xanım, səhərdən Bu boşdur. tərifləyirdiniz ki, həmkarım. Bərkləri özünə seçir. Aytən xanımı da seçəcək. Hə? Seçəcək də. Seçəcək Mən yaxşı. arxayın alana güvənirəm mən ona. Baxın da sınsa bilin ki, bu işdə nəsə müşkül var. Belə görək. Seçdiniz? Seçdiyə. Aha. Yoxlayır hələ. Burasına Aha, bırax, Bu burasına. yoxlanışdan sonra hazırdılar Mən yumurta döyüşdürməyə. Baxaq. Burada möhkəm. Görürsünüz. İndi Yox. sən tut. Yox, bir dəfə olur da. Hə, Bu arxası indi tərəfdə arxası iki tərəfdir tərəfindən də. 2 dəfə olur. Aha, iki Axı dəfə. sən uduzdun. Bir tərəfi mən düzdüm. İndi ikisi də şey olanda Aytən xanım mənim kimi bilir bu adəti. biririk bu da adətə çıxmaq lazımdır. Gördün. Gördün. Mən tərəf müqabilində amma belə hörmət edirəm. Baxın, görürsünüz. Seçdi ən yaxşısını. Gördün Bərkin ona. Deyən birində Aytən. bırax, birində baxaq. Və indi Yəni, birində görüb birində yox. baxaq. Elbəz qalib. müəllim deyir ki, bu oyundan mən udmasam heç ara getmirəm. Bu nə də? Görürsünüz. Görən bu Bərkin sevdi. Bugün bəxt gətirmədi. Bəli. Sağ ol. O qəşəng Elbəz bəy, yumurtadır. heç ara getməyin. İstəmirəm oxuyun. gedəsiniz. Çünki istəyirəm sizdən gözəl bir mahnı gəlsin. Səhərin elə bu çağında Bəli. sizdən qəşəng bir mahnı çıxır. Sevmişəm səni dünyalar qədər Sevən ürəkdə nə qəm nə kədər Sevmişəm səni dünyalar qədər Sevən ürəkdə nə qəm nə kədər Göz yaşlarını axıtma hədər Göz yaşlarını axıtma hədər Qoz olur tək qaynayır qanım Azərbaycanım, Azərbaycanım Qoz olur tək qaynayır qanım Azərbaycanım, Azərbaycanım Gəzdim dünyanı ürəyimdə sən Arzu kamında diləyimdə sən Hayala getsəm ürəyimdə sən Hayala getsəm ürəyimdə sən Sənsiz olmasın mənim bir anım Azərbaycanım, Azərbaycanım Ürəyim canım, şöhrətim şanım Azərbaycanım, Azərbaycanım Sənsiz olmasın mənim bir anım Azərbaycanım, Azərbaycanım Ürəyim canım, şöhrətim şanım Azərbaycanım, Azərbaycanım Nəğmələr deyir dodaqlarımız Coşub çağlayır qulaqlarımız Nəğmələr deyir dodaqlarımız Coşub çağlayır qulaqlarımız Bir daha sönməz ocaqlarımız Bir daha sönməz ocaqlarımız Ey anam mənim azad məkanım Azərbaycanım, Azərbaycanım Ey anam mənim azad məkanım Azərbaycanım, Azərbaycanım Gəzdim dünyanı ürəyimdə sən Arzu kamında diləyimdə sən Hayana getsəm ürəyimdə
Azərbaycanım, ürəyim canım, şöhrətim şanım, Azərbaycanım, Azərbaycanım. Sənsiz olmasın mənim bir anım, Azərbaycanım, Azərbaycanım. Ürəyim canım, şöhrətim şanım, Azərbaycanım, Azərbaycanım. Sənsiz olmasın mənim bir anım, Azərbaycanım, Azərbaycanım. Ürəyim canım, şöhrətim şanım, Azərbaycanım, Azərbaycanım. Sənsiz olmasın mənim bir anım, Azərbaycanım, Azərbaycanım. Ürəyim canım, şöhrətim şanım, Azərbaycanım, Azərbaycanım. Bravo, təşəkkür edirik, var olasınız. Sağ ol. Allah Azərbaycanımızı qorusun, Allah xalqımızı qorusun. Xalqımıza tək ki bu cür gözəl bayramlar nəsib olsun inşallah. İnşallah, Allah bütün bizi izləyən tamaşaçılarımızı qorusun. Təşəkkür edirəm. Sağ ol, sağ ol. Gözəl ifa üçün minnətdaram. Musiqisi Rauf Məmmədovun mahnının Bəli. ilk ifası böyük bizim dünya şöhrətli Zeynəb xanım xanları Canlı olandır. əfsanəmiz Sözləri salamlayırıq. də Gəray Fəzlidir. Çox gözəl ifa etmisiniz. Hər zaman olduğu kimi Sağ olun. bayram havalı, bu cür bayramımıza biraz da rəng qatdınız. Təşəkkür edirəm Təşəkkürlər. sizə. Var olasınız. Azərbaycanımıza bayramlar yaraşır. Əlbəttə. Həmişə bayramlarımız belə azad olsun. İndi ki necə ki torpaqlarımız azaddır, həmişə belə olsun. Azərbaycanımız dünyada necə sözüm deyir, inşallah gələcəkdə də Qarabağımız günü-gündən parlasın. Amin, Günü-gündən inşallah. insanlarımız köç eləsin Qarabağa. Amin. Həmişə yaşasın bayrağımız öz torpaqlarımız. ucalarda. Qalib Dalğalansın. ölkənin qalib Bəli. vətəndaşı Bəli, olaraq bəli. qeyd edirik bayramlarımızı Bəli, artıq. bəli. Çox şükür bu günə. Ömrümüzün 6 ildən Bəli. bəli, 6 ilə yaxındır ki, artıq azad vətəndaş Bəli, olaraq bəli. bu cür gözəl bayramları qeyd edirik. Bizə elə bu yaraşır. Xalqımıza bu cür bayramlar yaraşır. Deməli bizdə Novruz bayramları o vaxtı çox möhtəşəm keçirilirdi də. Mənim Bəli. yadımdadır. Biz oyunlarımız var idi. Sonra həftələrlə biz belə şam deyirdik, əskidən belə çevirdik, qalın vəziyyətdə salırdıq, neftdə qalırdı, tonqallar yandırırdıq, təkərlər yandırırdıq. Belə hər Xatirələriniz çoxdur. Çoxdur. 3 ay əvvəl, 2 ay, 3 ay əvvəlcədən məktəbdən gələndə nənəmin qapısına torba atırdıq. Nə gözəl. Torbanı götürdü, atdı çölə. Mən də ağlaya-ağlaya gəldim evə. Yazıq nənəm yarım saatdan, yarım saatdan sonra ətəyində bir 10 dənə yumurta yığıb gəlir ki, valla sən Allah bağışla, nə bilim əsəbi idim, sənin torba atdım. Mən də şey eləmirdim. 3 ay əvvəl kim torba atar? Torba atırdım nənəm. Yəni xatirələrimiz çoxdur bizim. İndi inşallah o vaxtı bizdə bizim kəndin bir oğlu məsələn o vaxt elə bir yuxarıdan elə şamı atanda orada bir yer var bizdə düşmüşdü ora suyun içinə. İnanırsınız o 30 neçə ildən sonra o şamı getdi tapdı oradan. Məsələn qaydanda onu çəkib paylaşmışdı da ki o vaxt mən atmışdım bu şamı. Yəni xatirələrimiz çoxdur. İnşallah o xatirələrimiz düzdür, biraz fasilə versə də daha güclü, güclənəcək, daha da gözəl bayramlar keçirəcək. Hələ ən gözəl günlər yaşanmayan günlərdir. Hələ o gözəl günlər də qarşıdadır. İnşallah ki, təki Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Taala qazilərimizə can sağlığı. Allah Azərbaycan dövlətinin, Allah Azərbaycan ordusunu qorusun inşallah. Müzəffər ordumuzu qorusun. Cənab prezidentimizi qorusun. Amin inşallah. Amin. Təşəkkür edirəm sizə bu cür ifanız üçün. Verilişimizin bu məqamında sponsorlarımız haqqında danışmaq istəyirəm. Verilişimizin baş sponsoru Bizim Süfrə Məhsullarıdır, əziz tamaşaçılarımız. Bizim Süfrə Məhsulları 2009-cu ildən bəri Azərbaycan mətbəxində dad və keyfiyyətin simvoluna çevrilib. Bilirəm ki və əminəm ki, Bizim Süfrə Məhsulları hər birinizin evində, soyuducusunda, dolabında var. Kimdə yoxdursa, elə mütləq şəkildə bugün gedirsiniz marketə, Bizim Süfrə Məhsullarını əldə edirsiniz. Süfrənizi biraz da gözəl edirsiniz, rəngarəng edirsiniz, ağız dadınızı isə biraz da ləzzətli edirsiniz.
Əziz tamaşaçılarımız, hal-hazırda ATV telekanalında reklamlardır. Reklamlardan sonra burada sizi gözləyirik. Verilişin baş sponsoru Bizim Süfrə. O bəxtimə yazılan gündən yuxum qaçıb sanki gözümdən. Gözüm görmür başqa heç kəsi, bal kimidir hər bir kəlməsi. O bəxtimə yazılan gündən yuxum qaçıb sanki gözümdən. Gözüm görmür başqa heç kəsi, bal kimidir hər bir kəlməsi. Ay həyatım, ay ömrüm mənim, ay ürəyim, ay canım mənim. Qısqanıram hər şirin sözə, amandı gözlər dəyər bizə. Ay həyatım, ay ömrüm mənim, ay ürəyim, ay canım mənim. Qısqanıram hər şirin sözə, amandı gözlər dəyər bizə. Gəl bir yerdə xəyallar quraq, bu sevgiyə nəğmələr qoşaq. Yazım səni mən bu qəlbimə, al məni al öz ömrünə. Gəl bir yerdə xəyallar quraq, bu sevgiyə nəğmələr qoşaq. Yazım səni mən bu qəlbimə, al məni al öz ömrünə. Ay həyatım, ay ömrüm mənim, ay ürəyim, ay canım mənim. Qısqanıram hər şirin sözə, amandı gözlər dəyər bizə. Ay həyatım, ay ömrüm mənim, ay ürəyim, ay canım mənim. Qısqanıram hər baxan gözə, amandı gözlər dəyər bizə. Ay həyatım, ay ömrüm mənim, ay ürəyim, ay canım mənim. Qısqanıram hər şirin sözə, amandı gözlər dəyər bizə. Ay həyatım, ay ömrüm mənim, ay ürəyim, ay canım mənim. Qısqanıram hər şirin sözə, amandı gözlər dəyər bizə. Qısqanıram hər şirin sözə, amandı gözlər dəyər bizə. Bravo. Sizə göz dəyməsin. Sənə dəyməsin göz. Can, sizə dəyməsin. Elə ikimizə də Təşəkkür göz edirəm. dəyməsin. Heç kimə göz dəyməsin. Maşallahlar olsun. Sağ ol, Allah sağ ol. səsinizi, ürəyinizi var eləsin. Çox sağ ol. Səsiniz hər birinizin uca səhnələrdən gəlsin. Hər zaman gözəl efirlərdə sizi görək. Sizi görəndə könlümüz xoş olur, gözlərimiz parıldayır. Çox sağ Biz də olun. sizi görəndə. Çox sağ olun. Qarşılıqlıdır. Artıq Rauf usta yeməkləri hazırlayıb. Mahnı Aytən xanım oxuyana qədər mən arada bir gözucu baxdım, gördüm ki, hazırdır. Salatlarımız hazırdır, təqdimatı hazırdır. İstəyirəm bir Rauf bəydən soruşaq ki, vəziyyət necədir? Yaxşıdır. Yaxşıdır?
Təqdimata hazırıq Rauf usta. Bəli, bəli, hazır. Bütün ingrediyentlər əlavə olundu, soslar əlavə olundu. Bəli, hazır. Qonaqlara təqdim etməyə hazırıq. Bəli, verilişimizin ən dadlı məqamına gəlib çatdıq. Usta, buyurun. Buyurun, nuş olsun. Qonaqlarımız maraqla baxırlar. Birazdan yeməklərin dadına baxacaqlar və öz qiymətlərini verəcəklər təbii ki. Bu viçina? Biz də İçinə, yox, bu toyuq, ananas, içinə. toyuq ananas. Ona da baxacağıq. Hə, bax. Aha. Qonaqlarımız yeməklərin dadına baxana Gözün qədər dəyişiblər onlar. dəyişiblər. Siz dəyişmişsiniz salatları. Mən ikisinin də dadına baxacağam. İkisinin də dadına baxacaq. Mən Aysən ikisinin də xanım dadına hər ikisinin baxacaq. dadına baxacaq. Mən isə ustaya sual vermək istəyirdim ki, salatların daxilində nədir zəhmət olmasa? Toyuqdur, Aha. ananasdır. Hansı mayonezdir? Yumurta. Bizim süfrənin hansı Bəli, mayonezi? adi mayonez, klassik. Bizim süfrənin zəhmət olması göstərək adi sadə mayonezindən istifadə etdik. Ananas salatımıza düzdür. Digər salatımıza isə Orada viçinalı. Bəli, indişka içinə. Ona isə Sezar salatı, daha Bəli, doğrusu bəli. Sezar soslu zəhmət Bəli. olması göstərək. Ora sərsalıdır sos vurmaq olar. Sezar sosu əlavə olundu. Xiyardır, Aha, yaşıl soğan, bəli, yaşıl noxud, bəli. viçina, xiyar. Hər ikisində də pendir var. Hər ikisində Holland pendiri. Bəli. Hər ikisində də Holland pendiri var əziz tamaşaçılarımız. Və Sezar sosu. Bəli, salatlarınızı bayram ərəfəsində daha da ləzzətli etmək istəyirsinizsə, mütləq şəkildə bizim süfrə məhsullarına müraciət edə bilərsiniz. Bizim süfrənin mayonezlərinə və ya Sezar sosuna müraciət edin və ağzınız biraz da dada gəlsin. Soruşaq görək vəziyyət necədir qonaqlarımızda? Soruşaq. Əladır, Aha. əla, super. Əslində mən Bəli. duzlu sevirəm, çox Aha. duzlu sevirəm. Bu da normaldır, yaxşıdır. Ən çox hansı salatı bəyəndiniz? Deyəsən O da Aytən məsələn, xanımın ona salatı daha ananas, ona ananas xüsusi dad verir. Bu Çox şirin salata. alınır. Mən hər ikisini bəyəndim. Hər ikisini İkisi də bəyəndim. yaxşıdır. İkisi də Hə, hər yaxşıdır, amma ikisi fərqli ananas daddır. çox xüsusi dad verir ona, yaxşıdır. O bundan dadlıdır. Aha, görürsünüz, deyir, o bundan dadlıdır. Belə peşman olarsan. Yaxşı, biz o Da balıq mənim sistemlə bəxtimə çıxdı. Mən bilmirəm. Əla. bizim Rauf ustanı neçə balla qiymətləndirərsiniz? Yo, 10 plus. Elə 10. Elə Ha, 10. 10. Ən yuxarı Təşəkkür. oldu da. Niyə? 10. Amma sizə deyim mi, 50-100 verənlər də olub. Onu bizə Yox, 100 siz maksimum verəcək. 10 dediniz də. Hələ Ona yox, görə düzdür, 10 düzdür. dedi. Hə, Zarafat mən də 100 edim, verəcəm. 10 dedimsə, demək ki, 10-luq, 10 Əla balıq usta, sistemli əla ən uğurlar olsun. maksimal Çox sağ olun, çox balı sağ olun. verdilər. Mən sizə təşəkkür eləyirəm. Bizim süfrəyə təşəkkür eləyirəm ki, bugünkü yeməklərimizi biraz da ləzzətli etdilər və sonda bizim qonaqlarımızı elə bizim süfrədən hədiyyələrimiz var. İstəyirəm ki, Rauf usta təqdim etsin qonaqlarımıza ki, əli boş getməsinlər bu gün bizdən. Siz nəsə Amma özünüz bilirsiniz də özləri seçməlisiniz. seçir qonaqlarımız. Nə var ki? Baxın burada bizim süfrə məhsullarının Yəni çeşid və nəsi çeşid var, məhsulları nəsi var. İstədiyiniz bir məhsul varsa, Aytən xanım. Nə qədər çox versən, bir o qədər başım. Yəni buyurun, əlbəttə yaxınlaşıb baxa bilərsiniz. Hətta maraqlıdır. duet ortağınıza da seçim Hə. edə bilərsiniz. Deməli, mən o mayonezdən. Deməli, mayonez O, seçdi olsun, Aytən xanım. Hə. Aha. Bir dənə seçirik də. Aha, Yox. yox. Bir neçə dənə seçə bilərsiniz. 3 məhsul seçə bilərsiniz rahatlıqla. Başqa nə götürüm? Mən sizə Siz bax deyin. tövsiyə edərəm o pomidor sosu var. Mənim ən O? sevdiyim, bəli. Yox. O qədər ləzzətlidir Aytən xanım. Dadına baxarsınız. Sonra Sonra mənə sağ ol deyəcəksiniz. Hamısı ləzzətlidir. Məsəl üçün Pendir sosu. uşaqlar pendirli sousu xoşlayırlar. Ya burger sosu. Burger sousunu Olmur, xoşlayırlar. pendir sosu. Pendir sousu olsun. Onda elə Eldəniz müəllimə deyini qoyaq. Eldəniz müəllimə də yenisini seçin. Bəli, bəli. Bəli, bəli. O da rahatlıqlandı. Hə, Bəli, bəli deyir artıq Aytən xanım. Aha, Aytən xanımın hədiyyəsini təqdim edək. Buyurun. Çox sağ olun. Yana istəyirsiniz qoyun. Ay, sağ olun. Bəli. Sizə də Xeyirli eyni olsun. şəkildə olsun. Sağ ol. Eyni. Bəli, bəli, eyni olsun ha. İndi İlham əlavə köhnə dostuna nə? Bəlkə əlavələr Yeni etmək bir istəyir, onu kəsə artıq gəlsin. mən deyə bilmərəm. Və bəli, pomidor sos. Qarçitsa olur, o adı nə deyir? Xardal, Ha. xardal yox, xardalımız yoxdur. Məncə yox. Düzdür? Məncə Ketçup qoydunuz. ketçup istəyirsiniz. Olsun, Əlavə. ha, olur. Biz onun yerinə pendirli sos vermişdik. Ketçupda hansından Acılı ürəyiniz istəyir? Acılı, acılı. Acılı. O birisindən nə deyir, o birisi qabdakindən. Hansı? O De böyle. o, acılı. Ha ha. Bəli, bəli.
Çox sağ olun. Siz Siz sağ olun. Bayramınız mübarək. Sizlə bayram, Həmişə sağ siz olun. gələsiz. Çox sağ olun. Buyurun. Sağ ol, sağ ol. Çox sağ olun. Yeyəcəm. Çox sağ olun. Yeyəcəyik. Yeyəcəyik. Bəli. Var olasınız. Bayramınız bir daha mübarək Çox olsun. sağ olun. Süfrəniz Sizlə huzurlu, bayram. bərəkətli olsun. Ailələrinizdə hər zaman xoş günlər keçirilsin və biz də o qonaq qismində xoş günlərinizə İnşallah. gələk. İnşallah biz də həmçinin. Çox sağ olun, minnətdaram. Tamaşaçılarımıza təşəkkür etmək istəyirəm ki, bu bir saat ərzində bizi izlədilər, dəyər verirlər. Bu artıq reytinqlərdən də bilinir. Mən buna görə sizə xüsusi təşəkkür etmək istəyirəm əziz tamaşaçılarımız ki, əziyyətimizi yerdə qoymursunuz. Təbii ki, bu əziyyət də bütün özəl media komandasının da başda İlham müəllim olmaqla prodüserlərimiz, operatorlarımız hamınıza dərin təşəkkürümüzü bildiririk. Qonaqlarımıza dərin təşəkkürümüzü bildiririk. Çox Və sağ olun. özümə də təşəkkür edirəm. Və ustamıza təşəkkür edirik. Sonda isə ən sevdiyim mahnılardan biri səslənəcək. O hər zaman bəh-bəh mahnısı deyirəm o mahnıya. Eldəniz bəyin ifasında və bu günü yekunlaşdırıq. Buyurun. Bu gözəl yurduma cənnətdir deyir hamı. Bizə hər sərvəti zinətdir deyir hamı. İstəyirsənsə əgər ömrü firavan sürəsən, gələsən sən bu gözəllikləri gözlə görəsən. Kənd havası bulağı, dağ dərəsi bəh-bəh, bu dağların yamacı sıx meşəsi bəh-bəh. Kənd havası bulağı, dağ dərəsi bəh-bəh, bu dağların yamacı sıx meşəsi bəh-bəh. Bir dəfə kim gəlsə qonaq, bir də gələr görsün, hər adamı valeh edir mənzərəsi bəh-bəh. Bu gözəl yerlərə bir gün gələsən yayda, çıxasan dağlarına dincələsən yayda. Zövq alıb duysan əgər dağda tütək səslərini, artırarsan ki həyata yaşamaq hisslərini. Kənd havası bulağı, dağ dərəsi bəh-bəh, bu dağların yamacı sıx meşəsi bəh-bəh. Kənd havası bulağı, dağ dərəsi bəh-bəh, bu dağların yamacı sıx meşəsi bəh-bəh. Bir dəfə kim gəlsə qonaq, bir də gələr görsün, hər adamı valeh edər mənzərəsi bəh-bəh. Kənd havası bulağı, dağ dərəsi bəh-bəh, bu dağların yamacı sıx meşəsi bəh-bəh. Kənd havası bulağı, dağ dərəsi bəh-bəh, bu dağların yamacı sıx meşəsi bəh-bəh. Kənd havası bulağı, dağ dərəsi bəh-bəh, bu dağların yamacı sıx meşəsi bəh-bəh. Kənd havası bulağı, dağ dərəsi bəh-bəh, bu dağların yamacı sıx meşəsi bəh-bəh. Verilişin baş sponsoru Bizim Süfrə.